Salam, hər vaxtınız xeyir olsun dəyərli Sağlam Seçim rubrikasının izləyiciləri. Bugün də biz idman növlərindən biri haqqında maraqlı məlumatları sizə təqdim etməyə çalışacağıq. Təbii ki, bugün Uşusanda, Uşu idman növü haqqında bəhs edəcəyik. Bugünkü qonağımız Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi, eyni zamanda Arktika İdman Klubunun baş məşqçisi, dəyərli mütəxəssis, eyni zamanda idman ustası Elçin Eminovdur. Elçin, mən rubrikamızda xoş gördüyüm Uşusanda nədir? Bu haqda ətraflı danışaq. Mən də sizi və tamaşaçıları salamlayıram. Ümumiyyətcə, Uşu Çin döyüş sənətləri özündə birləşdirir. Tam sərbəst döyüş deməkdir. Azərbaycanda 1989-cu ildə ilk olaraq Savalan Mədəniyyət İdman Mərkəzində yaranmışdır. 1991-ci ildə Şərq döyüş sənətləri yaranıb və 1994-cü ildə isə Şərq döyüş sənətlərinin bazasında Azərbaycan Uşu Federasiyası yaranmışdır, təsis olunmuşdur. Azər müəllimin hal-hazırdakı federasiyanın rəhbəri Azər Həsənsoy tərəfindən yaradılıb. Tam sərbəst döyüş ona görə deyilir ki, burada əl, ayaq və atma və yıxma fəndlərindən, güləş fəndlərindən istifadə olunur. Burada döyüş getməlidir ayaq üstündə. Kürsü üzərində döyüş deməkdir. Yəni qaya üzərindən idmançını atmaq. Bura güc lazımdır, fiziki güclü olmalısan. 2008-ci ildə ilk dəfə Olimpiya Komitəsi tərəfindən tanınmışdır. Uşu idman növü 2026-cı ildə Dakarda keçiriləcək gənclərin Olimpiya oyunlarına salınıb. Biz bildiyiniz kimi 2014-cü ildə Çinin Nanjing şəhərində keçirilən gənclərin Olimpiya oyunlarında Uşu idman növü baxışa salınmışdır. Biz orada medallar qazanmışdıq. İdmançılarımız həmən turnirdə Azərbaycanı təmsil etmişlər. Bu dəfə isə 2026-cı ildə bu baxışa yox, artıq proqrama salınmışdır. Mütləq proqrama salınıb bu idman növü. Düzdür, burada sanda döyüşlər yoxdur, amma taolun bir çox növləri var ki, bu proqrama salınıb, Olimpiya oyunlarının proqrama salınıb. Bu da bizim idmançılarımız üçün böyük bir sistem oldu. Uşu sanda ilə, Uşu ilə hər kəs məşğul ola bilərmi? Bunun üçün hansısa parametrlər vacibdirmi? Uşu sanda idman növü ilə 6 yaşdan yuxarı bütün oğlan və qızlar məşğul ola bilərlər. Yəni burada yaş məhdudiyyəti yoxdur. 12-14 yaş qrupu da var ki, bizdə burada light sand, yəni yumşaq versiya var. Başda dəbliq olmalıdır, sinədə qoruyucu jilet olmalıdır, ayaqda qoruyucu fut olmalıdır ki, yəni bu mütləq olmalıdır. Gənc olsun, böyük olsun, yeniyetmə olsun, hər birində qoruyucu vasitələr olmalıdır ki, zədələnməsin idmançılarımız. Əgər döyüşü davam etdirirsənsə, Dünya Avropa çempionatlarında yaş həddi var 18-40-dır. Döyüşü bitirdikdən sonra yəni burada yaş həddi yoxdur. Özün üçün məşğul ola bilərsən, öz sağlamlığın üçün məşğul ola bilərsən. Bu idman növü ilə xanımlar da məşğul ola bilər. İslam Əmrəli oyunlarında 2025-ci ildə bizim yığma komandadan 2 qız idmançı ölkəmizi təmsil edir ki, bunlardan biri bizim klubun idmançısı idi. Azərpür bir Fatimə ölkəmizi həmən yarışlarda təmsil elədi. Son aylarda bizim idmançılarımız Fransanın Lyon şəhərində keçirilən Avropa çempionatında iştirak ediblər. İstərdim ki, həmin çempionat haqqında danışaq. Orada bizim idmançılarımızın göstərdiyi performans nədən ibarət idi və siz hansı nəticə ilə Azərbaycana qayıtmısınız? Biz bu Avropa çempionatından 17 medalla ölkəmizə qayıtdıq ki, bu medallardan 7-si qızıl medal idi, 5 gümüş və 5 bürünc medal oldu. Biz bu yarışda da çox ciddi hazırlaşmışdıq. Yəni idmançılarımız bu beynəlxalq turnirlərdə ölkəmizi təmsil etdikcə bunların təcrübələri artır. Bunlar daha da idmana bağlı olurlar. 7 qızıl medal qazanan idmançılarımızdan 5-i bizim Arktika klubunun idmançıları olmuşdu ki, bunlardan Zaur Quluzadə erməni idmançısına qalib gəldi finalda. Xəyal İbrahimov, Tuna Rüstəmzadə, sonra qızıl medal qazanan idmançılarımız arasında Nihat Əskərov. Sonra bölgələrimizdən var idi orada idmançılarımız ki, onlar 2 dənə idmançımız qızıl medal qazandı ki, onlardan biri Gəncədən, biri isə Göyçaydan idi. Ki, mən özüm də həmən yarışda ölkəmizi təmsil edirdim. 7-ci dəfə Uşu üzrə Avropa çempionu oldum. 2025-ci ildə Braziliyada oldu dünya çempionatı. 2027-ci ildə isə Filippində olacaq, Manila şəhərində olacaq və bu Avropa çempionatında medal qazanan idmançılarımız var ki, gənclər arasında. 2027-ci ildə ölkəmizi həmən yarışda dünya çempionatında təmsil edə bilərlər. Özləri də öz üzərlərində işləyirlər və biz buna inanırıq. Biz də onlara əlimizdən gələn köməyi göstəririk ki, İnşallah gələcəkdə Azərbaycanı uğurla təmsil etsinlər. Elçin müəllim, istərdim ki, çempionlarımızı daha yaxından tanıyaq. Bildiyiniz kimi Fransanın Lyon şəhərində may ayında Avropa çempionatı keçirilmişdi. Biz bu yarışa 6 aydır ki, səhər-axşam məşqlərə hazırlaşırdıq. Mən bu yarışda gənclər arasında 70 kiloda çıxış etdim. 3 döyüş keçdim. Birinci döyüşüm İtaliya idmançısı üzərində texniki nokautla qələbə oldu. İkinci döyüşüm Yunan idmançısı üzərində 2-0 qələbə oldu. Final döyüşündə isə erməni idmançısı ilə 3 roundluq gərgin döyüşdən sonra qələbə qazandım. Bu çox qürur verici bir hissdir. Mən Rüstəmzadə Tunar, Uşusanda idman növü üzrə milli komandanın üzvüyəm. Fransanın Lyon şəhərində keçirilən Avropa çempionatında
iştirak etdim və ölkəmizi 48 kq çəki dərəcəsində yeniyetmələr arasında təmsil etdim və Ermənistan idmançısının üzərində də 2-0-lıq qələbə qazanaraq bayrağımızı kürsünün ən uca zirvəsində dalğalandırdım. Bu artıq məndə ikinci səfərdir ki, Avropa çempionu oldum 2025 və 2026-cı illərdə. Mən İngiltərəli idmançısının üzərində 2-0 qələbə qazanaraq finala vəsvə qazandım. Finalda isə İsveçrəli idmançı ilə qarşılaşdım. İsveçrəli idmançının üzərində tam qələbə qazanaraq gənclər arasında 60 kg çəki dərəcəsində Avropa çempionu oldum. Dəfələrlə beynəlxalq turnirlərin qalibi, 2 qat Avropa çempionuyam. Biz may ayında keçirilən Avropa çempionunda iştirak elədik. Biz bu yarışa güclü səviyyədə hazırlaşmışdıq. Mən bu yarışda ölkəmizi gənclər arasında 52 kg təmsil elədim. Və bu yarışda mən birinci döyüş erməni idmançısı ilə döyüşdüm. Bu erməni idmançısı ikinci dəfədir ki, mən qalib gəlirəm. Və finalda isə Fransa rəqibimə qalib gəldim. Ən yadda qalan anları bizimlə bölüşsəniz, bizim üçün xoş olardı. Bəli, xatirələrimiz çoxdur, düzdür. Yəni biz artıq neçə ildir ki, bu idman növü ilə məşğuluq. Amma ən yadda qalan döyüşlərimdən 2017-ci ildə Bakıda keçirilirdi İslam Əmrəyli oyunları. Mənim çəkimdə ən güclü idmançılar deyərdim ki, 56 kg çəki dərəcəsindəyik ki, bir dünya çempionudum mən. Yəni ondan sonra Dünya Kubokunun qalibini utdum və finalda mənim 2017-ci il idi İslam Əmrəyli oyunları idi. Cənab prezidentimiz bizə dəstək olmağa gəlmişdi. Mənim final döyüşümü izlədi. Yəni bu ən yadda qalan döyüşlərimdən biri bu idi ki, Cənab prezidentimiz də bizə dəstək olmağa gəlmişdi. İdman çox önəmli bir amildir insan həyatında. Bu sağlamlığa xüsusi töhfə verir. İstərdim ki, sizin valideynlərə mesajlarınızı çatdıraq. Mən ümumiyyətcə valideynlərə demək istəyirəm ki, uşaqlarını bacardıqları qədər pis vərdişlərdən, zərərli vərdişlərdən qorusunlar, uzaq eləsinlər. Dəbilqə olduğuna görə, qoruyucu jiletlər olduğuna görə burada bu döyüşdə zədə riski azalır. Yəni bu zədə riskini azaldır. Və bundan başqa da onu da qeyd edeyim ki, 2026-cı ildə Uşu idman növü həm də Dakarda keçiriləcək Olimpiya oyunlarının, gənclərin Olimpiya oyunlarının proqramına daxil olunub. Bölgələrimizdə bu idman növünə maraq var. Gəncədir, Göyçaydır, Şəkidir, Bərdədir. Yəni bu idman inkişaf eləmişdir. Onlarda da idmançılar artıq deyərdim ki, beynəlxalq səviyyədə ölkəmizi təmsil edirlər. Sizin bu sahədə uğurlarınız bir xeylidir. İstərdim ki, həmin uğurlara bir nəzər yetirək. Ümumiyyətlə, siz hansı çempionatlarda çıxış etmisiniz və İslam həmrəylik oyunlarında xüsusilə sizin 3 qat mükafat qazandığınızı biz bilirik. Uşu bildiyiniz kimi 2013-cü ildə İslam oyunlarının proqramına daxil olunmuşdur. Mən özüm də 2013-cü ildə İndoneziyada keçirilən Palembangda 56 kg çəki dərəcəsində bürünc medal qazanmışdım və bundan başqa da 2017-ci ildə isə bu İslam oyunları bizim ölkəmizdə baş şəhərində keçirildi və mən həmən yarışda gümüş medal qazandım və sonuncu İslam oyunları isə Səudiyyə Ərəbistanda oldu, Əryəl şəhərində və mən yenə də həmən yarışda ölkəmizi 60 kg çəki dərəcəsində təmsil elədim və bu yarışda mən bürünc medal qazandım. İnanıram ki, mənim bu bürünc medalımı gələcəkdə mənim öz tələbələrim inşallah qızıl medala çevirəcəklər. Yəni biz onun üzərində işləyirik. Mən özüm 7 dəfə Avropa çempionu olmuşam. 3 dəfə İslam həmrəylik oyunlarında vuruşmuşam. 3 dəfə İslam həmrəylik oyunlarında vuruşmaq 2013-cü ildən 2025-ci ilə gör nə qədər vaxt sərf edir. Yəni buna iradə lazımdır, dözümlülük lazımdır. Yəni vaxt sərf olunur ki, buna idmançılarımız öz vaxtlarını zallarda sərf edirlər, məşq edirlər, əziyyət çəkirlər ki, bu qatların sayı artır, həm ölkəmizi təmsil edirlər. Yəni bu idmançılar iradəli idmançılardır və inanıram ki, gələcəkdə bu idmançılarımız ölkəmizi dünya çempionatlarında, beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Elçin müəllim, qarşıda bizi hansı yarışlar gözləyir, hansı çempionatlar var? İstərdim ki, həmin yarışlara hazırlıq və planla bağlı məlumat verək. Avqust ayında İstanbulda, Türkiyənin İstanbul şəhərində Balkan çempionatı gözləyir. Bundan sonra isə bizi qarşıda 2026-cı ildə demək olar ki, biz bütün yarışları başa vurmuşuq, bizim beynəlxalq yarışlarımız var, amma ən böyük yarışımız bizim qarşıda 2027-ci ildə olacaq. Böyüklər arasında Filippində, Manilada dünya çempionatı keçiriləcək böyüklər arasında. Yəni biz bu idmançıları, əsas gənclər arasında idmançıları ora hazırlayırıq ki, bu idmançıların içindən perspektivli idmançılarımız orada ölkəmizi təmsil edə bilsinlər. Elçin müəllim, həm burada məşq prosesini biz izlədik, fiziki hazırlıqla bağlı söhbət etdik, eyni zamanda qarşıdakı yarışlarla bağlı danışdıq. Bütün bu maraqlı məlumatlara görə sizə təşəkkür edirəm və gələcək fəaliyyətinizdə, işlərinizdə və yarışlarda uğurlar arzulayıram. Çox sağ olun. Sizə təşəkkür edirəm ki, bizə əziyyət çəkib işıqlandırırsınız, öz verilişinizdə yer verirsiniz. Çox sağ olun. Dəyərli tamaşaçılar, bugün də sağlam seçimdə idmanın önəmli növlərindən biri haqqında, Uşu Sanda haqqında məlumat verməyə çalışdıq. Gələn görüşlərdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.